Övladlarımızı qorumaq üçün hansı duanı oxuya bilərik? Övladlarımızı qorumaq üçün mən bir yazı demişəm, buraya göndəriblər. Onu dedim, çatdıra bilmədim yazmalı. İstədim bir yağ deyim, siz düz danışın. Amma da yaxşı ki, sualı verib də qoyum onu inəyim. Bir dənə dua var, o duanı elə oxuyum buradan siz üçün. Mən əslində verilişdə yazmışdım, demək istədim deyim. Bu Peyğəmbərin duasıdır. Rəsul-i Əkrəmin duasıdır. Biraz uzundur, mən qısa oxuyacağım. Amma xahiş edəcəm ki, səhifədə ya paylaşarlar, ya deyərlər ki, bilərlər. Bu Peyğəmbər oxuyardı, İmam Həsən üçün, İmam Hüseyin üçün. Bismillahirrahmanirrahim. Deyir, İlahi, uizu nəfsi və dini və əhli və mali və vələdi və xavati mə əməli və mə razaqəni Rabbi və xavvələni. İlahi, sənə tapşırıram özümü, dinimi, əhli əyalımı, varım varsa, dövlətim varsa onu, vələdi, balamı, xəvatimə əməli, əməllərimi və mə rəzəqəni, verdiyin ruziləri və xavvələni, nə vermirsən mənə, hansı lütfü, hamısını sənə tapşırıram, özdə necə tapşırıram? Bir izzətillah, izzətivə tapşırıram, izzətin xatirinə izzətimiz əlimizdən alınır. Bir izzətillah və əzəmətillah və cəbarutillah və sultanillah və rəhmətillah və rəfətillah və məğfirətillah və quvvətillah və qudrətillah. Allah izzətivə tapşırıram, qudrətivə tapşırıram, qüvvəvə tapşırıram, rüfətvə tapşırıram, sənə tapşırıram. Bir sözlə nəyin var, hamısı sənə tapşırıram. Davamı da var bunun. Elə biz həvalə edirəm sənə, İlahi. Özümü də sənə həvalə edirəm. Sən məndən müğayət ol. Sən mənim əlimdən tut. Mən ki, yaxşı iş görmüşəm, İlahi. Əmanət edirəm sənə, sən qoru saxla. Mən qoruyub saxlayamıram. Çünki sən yaxşı qoruyansan. Quranda bir ayə var, deyir ki, o hafizdir. Allahın adlarına bir hafizdir. Sonra elə o Yusuf surəsində gəlir. Yaqubun sözüdür. Deyir, xeyru hafizən, Allah yaxşı qoruyandır. Niyə? Çünki və huvə ərhəmur rahimin. Çünki o rəhimlilərin rəhimlisidir. Çünki rəhimlilərin rəhimlisidir, çox mehribandır. Sən nə versən qoruyub saxlayacaq. Qoruyub saxlayacaq. Bəşərdə belə bir xüsusiyyət var ki, bir şey verərsən, səhlənkar yanaşar. Səhlənkarlığın da bəzən kökörü qayıdır ki, sənin o qədər çox belə məhəbbəti də yoxdur. Belə ona görə də səhlənkar yanaşar, əmanətə eləyər, hədər eləyər əmanəti. Və yaxud verərik bəşərə, səni çox sevir. Amma qoruyub saxlaya bilməz. Nəsə olar da, düzdür? Əlindən çıxar. Amma Allah çox yaxşı hafizdir, qoruyandır. Bu, Quranda da başqa yerlərdə də keçib Allahın hafiz adı. Məsələn, qoyun mən sizə deyim bu mövzulardan, mən hafiz adını gətirdilər, saldılar, maşallah. Allah kömək olsun. Bir dənə də adı yəni danışıram da artıq. Baxın, qiyamət günü ilə bağlı qarşı tərəfin 2 dənə sualı var Quran-ı Kərimdə. Biri sual budur ki, doğrudan qiyamət ola bilər ki, demir konkret yoxdur, amma təəccüb edir. Allah başqa bir ayədə verir, cavab verir ki, səni əvvəldən yaratmışdım da, yox idin, var eləmişəm. İndi təzədən sənə bir dənə qiyamətdir, çətindir məgər mənə. Qiyamət günü sən bərzəx aləmindən qaldırım ayağa. Orada bunu eləmişəm, bu çətindir mənə, bu bir. Bəzilə deyir ki, ax, insan necə ola bilər qiyamət olsun? Deyir, nə mənada? Deyir, insan yox oldu. Yox olanınca necə var olacaq? İadə-i mədum adlı bir mövzu var fəlsəfədə. Yəni, bir şey yox oldu, təzədən var olacaq. Bunlar bəziləri ilə başa düşürlər, məad budur ki, yox var olur. Yox var olmur. Allah deyir ki, həmən orada bu məsələyə toxunan insanlara deyir, mən hafizəm. Hafiz nədir? Mən səni qoruyub saxlamışam. Sən yox olmamısan ki.